Bakının Sabunçu rayonunda qətl hadisəsi törədilib. Sabunçu rayon prokurorluğundan verilən məlumata görə yanvarın 24-də paytaxtın Sabunçu rayon ərazisində 1959-cu il təvəllüdlü Həyat Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla 1981-ci il təvəllüdlü Emil Ağayevin bıçaqla xəsarətlər yetirərək Həyat Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Emil Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub. Trendin əldə etdiyi məlumata görə hadisə Maşdağa Südçülük sovxozunda baş verib. Məlumata görə 67 yaşlı Həyat Nəzər qızı Ağayevanı qətlə yetirməkdə şübhəli bilinən Emil Ağayev onun oğludur. İddialara görə Emil Ağayev əvvəllər narkotik istifadəçisi olub. O hətta bir müddət əvvəl adiyyəti dispanserdə bu asılılığa görə müalicə də alıb. Mərhumun yaxınları bildirib ki, Emil Ağayev hadisəni əvvəlcədən planlaşdırıb. Çünki o həmin gecə yoldaşı ilə birgə qaynanası gildə qalıb. Səhər saatlarında isə evə qayıdaraq anasının iş yerinə taksi göndərib. Onun təcili evə gəlməsini xahiş edib. Bundan sonra anasını bıçaqla xüsusi amansızlıqla qətlə yetirib.